Dövlət qulluqçularının aylıq vəzifə maaşları artırılıb. Bizim media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında sərəncama dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən Milli Məclisi sədrinin müşaviri, Milli Məclis sədrinin köməkçisi, baş nazirin köməkçisi, baş nazirin müşavirinin aylıq vəzifə maaşı 2425 manat müəyyən edilib. Bundan əvvəl sözü gedən şəxslərin aylıq vəzifə maaşları 2410 manat müəyyən edilmişdir. O günlər olsun ki, möhtərəm prezident çox arzu edərdik ki, bizim veteranlarımızın da nə qədər alır da, onlar pul, belə deyərdim, pensiya, müavinət onlara da baxsın. Yaşla bağlı pensiya alanların da mən düşünürəm ki, möhtərəm prezidentimiz onları da nəzərə almalıdır. Onların da 220 manatı biraz, azından 300-350 manat olsun, azından. Və digərləri var ki, onlar cüzi maaş və sosial müavinətlər alırlar. Mən düşünürəm ki, möhtərəm prezidentimizə müraciət olunsa, təbii ki, Milli Məclis bunu etməlidir, gündəliyə salmalıdır, müzakirə etməlidir. Təsdiq olunandan sonra təbii ki, prezidentə təqdim etməlidir. Mən düşünürəm, onlar da bu missiyanı yaxın vaxtlarda reallaşdıracaq.